Layihə nədir? Layihə haqqında əsas anlayışlar, layihə disiplini, yəni o ardıcıllıq ki var, o 4 ardıcıllığın sürətli olaraq keçəcəyik. Layihənin yazılması, ümumi olaraq layihənin yazılması haqqında qısa məlumat veriləcək. Layihə yazılmasındakı xətalar, hansı xətalara yol verilir və 9-cu Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin haqqında məlumatlar ən geniş yeri buna verəcəyik. Çünki hər birimiz bunun üçün çalışırıq. Digər ümumi məlumatlar isə ümumiyyətlə layihə haqqında heç məlumat olmayan şəxslər üçün keçərli olacaq, yəni yararlı olacaq. Daha sonra davam edirik. Layihə nədir? Layihə müəyyən bir yerdə, müəyyən zaman çərçivəsində, müəyyən bir büdcə ilə həyata keçirilən fəaliyyətdir. Sual yarananda birbaşa sual verə bilərsiniz. Çünki mən siyahını görmürəm, ekranı görmürəm. Elə buradan danışsanız, sual versəniz, mən cavablandırmaya çalışacağam. Və müəyyən dövrdən sonra saxlayacağam, özümdə sualları keçid edəcəm. Aydın şəkildə müəyyən olunan hədəflər olmalıdır və onların reallaşdırılması istiqamətində planlaşdırılmış fəaliyyət olmalıdır. Və buna layihə deyəcəyik. Burada mütləq nə olmalıdır? Mütləq qeyd olunmalı olan yerdir, harada keçiriləcək, zamandır, hansı müddət ərzində keçiriləcək və nə qədər büdcəyə ehtiyacımız var buna görə. Hədəf. İstənilən layihənin mütləq bir hədəfi olmalıdır. Hədəfsiz layihələr layihə hesab olunmurlar və maliyyələşmirlər. Hədəf üçün layihənin əsas elementi layihənin mənbəyi olan və ortaya çıxarmaq istədiyi faydanı, yəni nəticəni ifadə edən hədəfdir. Həmçinin layihənin qiymətləndirilməsi də o dərsdə olduğu kimi standart əsasında olursa, burada da hədəf əsasında olur. Hədəfə nə qədər nail olmuşuqsa, layihə o cür qiymətləndirilir. Hədəfin məzmunu, həyata keçirilməsi. Üzr istəyirəm. Slayd təqdim edirsiniz, yoxsa məndə ancaq Teams görsənir, ona görə soruşdum. Mən bayaq soruşdum, ekran paylaşımını düz görünür. Amma Teams görsənir də. Yəni sizin ekranın Teams görüntüsü görsənir. Slayd görünmür. Bir dəqiqə, mən yenidən paylaşım, zəhmət olmasın. Üzrünüzə təşəkkür edirəm məlumat verdiyiniz üçün. Siz sağ olun. İndi görə bilirikmi? Bəli, çox sağ olun. Təlim proqramı izah elədik və ardıcıllıq olacaq, əsas anlayışlar, layihənin disiplini, idarə olunması, layihənin yazılması haqqında qısa məlumat, layihənin yazılmasında olan xətalar və 9-cu qrant müsabiqə haqqında məlumat. Layihə burada göstərildiyi kimi yer, zaman və büdcədən ibarət olan fəaliyyətdir. Hədəf danışdıq və hədəf barədə qalmışdıq. Hədəfin məzmunu həyata keçirilən layihənin xarakterindən asılı olaraq dəyişilir. İndi biz sırf Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsindən danışmırıq, ümumi olaraq layihədən danışırıq. Bura Gənclər və İdman İdarəsinin verdiyi layihələr, qeyri-hökumət təşkilatları üzrə verilən layihələr, digər bütün layihələri nəzərə alsaq, layihələr təxminən bir neçə istiqamət olur. Onlardan biri, məsələn, ticarət şirkətləri kar müqabilində layihələr yazırlar. Hər hansı bir kar əldə eləməkdən ötürü mənfəət. Qeyri-hökumət təşkilatları sosial layihələr əsasən yazırlar. Cəmaata, cəmiyyətə, ictimaiyyətə faydalı olabiləcək layihələr. Dövlət qurumları da ya infrastrukturu inkişaf etdirmək üçün layihə yazırlar, ya da ki, sosial layihələr, yəni cəmaat, cəmiyyət üçün olan layihələr təqdim edirlər və verirlər. Bizdə də hansına aiddir? Dövlət qurumu olduğu Elm və Təhsil Nazirliyi dövlət qurumudur və infrastrukturun inkişafı və əhaliyə, cəmiyyətə xidmət müqabilində, yəni onun üçün hazırlanmış layihədir bu bizdə. Əhatə dairəsi layihənin müddəti, büdcəsini və fəaliyyətini təyin edən əsas hissəsidir. Yəni layihənin əhatə dairəsini biz təyin edəndə artıq orada hər şey bəlli olur ki, bunun büdcəsi nə qədər olacaq, bu müddəti nə qədər olacaq və fəaliyyət nədən ibarət olacaq? Geniş olacaq, qısa olacaq, hətta işçi qrupunu da təyin edə bilərik ki, nə qədər olacaq. Kiçik bir qrup və ya bölgəni hədəfə alan layihələr aşağı büdcəli, qısa müddətli və məhdud mənbələrdən ibarət olan layihə hesab olunur. Böyük hədəf qruplarına və geniş bölgələrə toxunan layihələr isə əyalət, regional və milli səviyyədə böyük büdcə tələb eləyir, uzun müddət və böyük mənbə tələb eləyir. Elm və Təhsil Nazirliyinin layihələri kiçik və bir və ya
bir qrup və ya bir bölgə üçün olan layihələr hesab olunur, o qrupa daxildir. Böyük hədəf, yəni biz bir region üçün layihə hazırlamarıq Elm və Təhsil Nazirliyində. Çünki 10.000 manata əlbəttə ki, bir region üçün bir iş görmək mümkün deyil. Maksimum bir insan üçün, bir müəllim üçün 10.000 manata qədər maliyyə ayrılır. Amma məktəb ümumi təhsil adından yazırıqsa, o 100.000 manata qədərdir. İndi o barədə məlumat veriləcək onsuz da. Amma ümumi təhsil üçün əgər verilibsə ödəniş, 100.000 manat ancaq həmən layihə üçün icra olunacaq və böyük bir regionun zaten, yəni deyirik ki, 100.000 manat bir regiona bəlkə bəs eləyə bilər, amma bir məktəb üçün verilir və o fəaliyyəti bir regiona sərf edilə bilməz. Və dediyim rəqəmlər maksimumdur da, yəni ondan aşağı verilir. Əslən o qədər pul verilməsi az hallarda olur, yüksək məbləğ. Fəaliyyətin layihələr iki tipdə olur. Fəaliyyət yönümlü layihələr və hədəf yönümlü layihələr. Uğursuz layihələr fəaliyyət yönümlü layihələrdir. O da hədəf bəlli deyil və doğru seçilməyib. O fəaliyyət yönümlüdür. Orada fəaliyyət var, iş var, amma hədəf yoxdur və ya hədəf uyğun deyil. Burada uğursuz layihənin ortaq nöqtəsidir bu. Fəaliyyət əsasında əldə edilən nəticələr istiqamətlənir və mədəniyyət və təhsil səfəri layihələri hesab olunur. Bunlar fəaliyyət yönümlüdür. Məsələn, Qarabağa səfər. Bu fəaliyyət yönümlüdür. Uğursuzdurumu? Ola bilər ki, uğurludur. Məsələn, bunu Qarabağa səfər, onu layihələşdirmə olar əslində. Amma orada müəyyən bir hədəf qoysaq ki, bizi gezməyimizdə məqsəd nədir? Orada bir hədəf qoysaq, olacaq hədəf yönümlü layihə artıq. Hədəf yönümlü layihə isə hədəfə çatmaq üçün birdən çox fəaliyyət birlikdə istifadə olunur. İki, dəyişikliyin nəticəsini əks etdirir. Mütləq əks olunur ki, nə dəyişiləcək? 3, sosial layihələr bu tip layihələrdir. Daha sonra qısa olaraq layihə nədir? Layihə orijinal və müvəqqəti bir təşəbbüsdür. Orijinal o deməkdir ki, yəni bundan əvvəl olmayıb və yaxud da ki, nəyisə təkrarlanmır. Və müvəqqətidir, daimi ola bilməz. Minimum 3 ay, maksimum 1 il. Əslində maksimum qanunvericilikdə 3 ilə qədər olur layihələr, amma Elm və Təhsil Nazirliyinin layihələri 1 il müddətinə qədər ola bilir. Yəni 3 aydan 12 aya qədər. Hər layihədə nələr olur? Hər layihə orijinal bir məhsul və ya xidmət yaratmalıdır. Hər bir layihə məhdud mənbələrlə həyata keçirilir. Yəni mümkün maksimum dərəcədə az büdcə ilə çox iş görməyə çalışmalıyıq. 3, ideyaya maraqlı tərəfdaşlara sahibdir. Yəni biz o fəaliyyətə icra eləyəndə ona aid olan, o sahələrə əhatə edən hansı qurumlar, hansı təşkilatlar varsa, onların hamısını cəlb etməyimiz bizim üçün müsbətdir və eləməliyik. 4, həqiqi və əldə edilə bilən hədəfləri olmalıdır layihələrin. Yəni real olmalıdır da, biz qeyri-real bir şey yazamarıq ki, onu əldə edə bilmərik. 5, davamlı və yaxşı idarə olunmalıdır. 6, layihə aydın şəkildə müəyyən edilmiş bir koordinasiya, idarə etmə və maliyyə tənzimləmələri kompleksidir. 7, monitorinq və qiymətləndirmə sistemi olmalıdır. İstənilən layihənin qiymətləndirilməsi mümkün olmalıdır. Meyar qoyulmalıdır və o meyar əsasında qiymətləndirilə bilməlidir. 8, faydalarının xərclərindən çox olacağını göstərən müvafiq maliyyə və iqtisadi təhlillər daxil edilməlidir. Məsələn, kar layihəsidir. Məsələn, OBA marketlər şəbəkəsidir və onlar belə flyerlər, kağızlar istəsələr düzəldirlər. O da bir layihədir. Və onu hər OBA marketin ətrafında olan evlərə, binalara, qapılarına, evlərinə aparırlar, paylayırlar. O kağıza xərclənmiş pulun miqdarı təxminən deyirəm, hər bir OBA market üçün təxminən 100 manat civarında olur. Onların düşüncəsinə görə, olan layihəsinə görə belədir ki, bu 100 manatlıq kağızları biz çap edib paylasaq, bizim müştərilərimizin sayı artacaq, o endirimdə olan məhsullar falan paylayır. Bizim müştərilərin sayı artacaq və alışların sayı artdıqca o 100 manatdan daha çox pul əldə edə bilərik biz. Bu, onu isbat edə biliriksə, sübut edə biliriksə və ya statistika varsa əlimizdə, artıq bizim layihə uğurlu layihədir. Çünki statistika var. Həyata keçirilməmişdirsə əgər, sorğular ola bilər içərisində və yaxud da ki, müəyyən statistik məlumatlar ola bilər ki, onun əsasında biz sübut eləməyə çalışaq. Layihə nə deyildir? Çox burada səhv edirik. Uzun müddətli və öncədən davam edən bir iş deyildir. Yəni, bundan əvvəl tutaq ki, mənim bir mağazam var, fəaliyyət göstərirəm. Layihə yazıram ki, və ya kitabım var, hazırdır, çap eləməyim qalıb, tutaq ki, və ya çap eləmişəm. İstəyirəm onun ikinci nəşrini çap eləyəm. Bunu təzədən yazıram, layihə sayəsində çap eləmək istəyirəm. Bu
öncədən olmuş bir işdir və uzun müddətli ola bilməz. Layihə 5 illik, 3 illik olmaz. Bayaq dediyim kimi, Elm və Təhsil Nazirliyi 12 aya qədər maksimum vaxt qoyur. Sabit bir təşkilat deyildir, sabit qala bilməz. O, düzdür, layihənin davamlılığı var, onu izah eləyər inşallah. Amma sabit deyil. Yəni, davamlılıq o deməkdir ki, biz müəyyən qurğular aldıq, fəaliyyət göstərdik, iş bitdi, hədəfə çatdıq. Amma davamlılığı da odur ki, həmən hədəfə çatdırdığımız 20 nəfər şagird və tələbə və müəllim varsa, onlar da öz növbəsində digərlərinə bunu ötürəcəklər və beləcə ötürücülüklə davam edəcək bizim layihəmiz. Yoxsa eyni proses təkrar-təkrar icra olunmayacaq. İyerarxik bir qurum deyildi. Yəni, orada rəhbər tabedir rəhbərə, o tabedir digərinə, belə bir qurum deyil. Ümumiyyətlə, qurum deyil layihə. Orada bir layihə rəhbəri olur, ekspert olur və ya mühasib olur və digər təlimçi belə davam edir. Yəni, heç kəs bir-birinə asılılığı olan bir şəxslər deyillər, belə deyim. Çox, bir dənə asılılıq o ola bilər ki, Elm və Təhsil Naziri donor hesab olunur və yəni pulu ödəyən şəxsdir, tərəfdir. Ona görə də o layihəni izləməlidir, işçi ayırmalıdır, onun üçün izləyəcək, hesabat alacaq və s. Müqavilədə qeyd olunur. Çox və müstəqil məqsədləri olan bir iş deyildir layihələr. Çoxlu məqsədlər qoya bilmərik. İstənilən layihədə birazdan izah eləməyə çalışacağam. Məqsəd bir cümlə olur. Orada 3 dənə də tutaq ki, şərt qoyursunuz ki, bu şeylərə nail olmağa çalışacaq və ya nail olacaq. Və müstəqil də məqsəd ola bilməz. Müstəqil məqsəd olmamalıdır. Adı bir məqsəd olmamalıdır. Bizim tutaq ki, Elm və Təhsil Nazirliyinin layihələrinin məqsədi nə ola bilər? Təhsil verənlərin və ya təhsil alanların inkişafı, təhsil verənlərin fəaliyyətinin yüksədilməsi, nəticələrin yüksədilməsi və s. bu kimi işlər ola bilər ki, bu da onsuz da Elm və Təhsil Nazirliyinin fəaliyyətlərinə daxil olan bir məqsədlərdən biridir. Yoxsa müstəqil bir məqsəd qoymuruq orada. Daha sonra təkrarlanan iş olmamalıdır. Bundan əvvəl baş verib, indi təkrarlayırıq onu, ola bilməz bu. Müəssisələrin gündəlik fəaliyyəti ola bilməz. Biz hər gün məktəbə gəlib gediriksə, bunu layihə kimi yazmalıyıq da. Yəni, səsləri bağlayın, zəhmət olmasa, qırıq-qırıq səslər gəlir. Alıq artıq bilirsin. Mən özüm bağlamaya çalışayım. Ekranı görə bilirik də, davam edeyim də mən. Bəli, müəllim, görürük. Layihə məhdudiyyətləri. Ekran müəllim, amma indi də hərəkət elədi slayd. İndi davam edirəm elə. Buradaydım, burada davam elədim. Layihə məhdudiyyətləri. Layihə, bayaq dediyim kimi, zaman, keyfiyyət və maliyyə var burada. Keyfiyyətli layihə ola bilər ki, zamanı çox uzundur, maliyyəsi çoxdur. O, uğurlu layihə olunmur. Zamanı qısa olan layihələr ola bilər ki, keyfiyyəti azdır, o da uğurlu hesab olunmur. Maliyyəsi çox olan və çox az maliyyə ilə iş görən layihələr ola bilər, amma uzun müddətə və aşağı keyfiyyətə. O da uğurlu hesab olunmur. Bu üçü birində olmalıdır. Keyfiyyət, zaman və maliyyə. Az bir zamanda, qısa bir zamanda, ən qısa bir maliyyə ilə və yüksək keyfiyyətli bir iş ortaya çıxarırsa, bu uğurlu layihə hesab olunur. Zamanla keyfiyyət uyğun gələ bilər, maliyyə uyğun gəlməyə bilər. Aşağı keyfiyyətlə zamanla maliyyəni uyğunlaşdırır, amma keyfiyyət aşağı olur. Və yaxud da ki, zaman qalır yerində, keyfiyyətlə maliyyəni uyğunlaşdırır, amma gecikmiş və uzun müddətli bir layihə ortaya çıxarır. Bunlar heç biri uğurlu hesab olunmur. Hər üçünün nəzərə almalıyıq ki, bizim layihəmiz bu üç standartdan keçə bilsin. Həm zamanı qısa olsun, daha qısa müddətə keçirə biləriksə, daha qısa eləməliyik onu. Keyfiyyəti yüksək olsun, yüksək keyfiyyətli olsun və maliyyəsi böyük olsun, daha sonra kiçik olsun, yüksək keyfiyyətli olsun, maliyyəsi az olsun. Daha kiçik maliyyə ilə çalışırıq dövlət qurumlarının digərlərini əlavə edirik ki, QHT-ləri və s. ki, onlar bizə dəstək olsunlar, maliyyə daha az çıxsın bizə. Layihə disiplini, layihənin idarə olunması deməkdir. Layihə disiplininin idarə olunması. Hər layihə bir layihə fikri ilə, yəni bir insanın alına bir fikir gəlir, ondan başlayır layihə və analizi ilə davam edir. Mütləq analiz edir ki, bunu necə icra edə bilərik, nə olmalıdır, nə olmalıdır və s. 2. Bir layihə həyat yolu müxtəlif mərhələlərdən keçir və tamamlanır. Mərhələləri bundan sonra göstərəcəm. Layihə ideyasının ortaya çıxması ilə başlayan, layihənin tamamlanması arasındakı bu proses layihə prosesi adlanır və ya layihə döngüsü adlanır. Bax, ideya ortaya çıxmasından icra bitənə qədər. Bu oldu layihənin prosesi. Layihə prosesi 6 əsas mərhələdən ibarətdir.
Bu mərhələlər hansılardır? Layihə ideyasının müəyyən edilməsi, layihə ideyasının analiz edilməsi, uğurludur, uyğundur, o çərçivələrə uyğundur və s. Layihənin planlaşdırılması, layihənin maliyyələşdirilməsi, maliyyənin planlaşdırılması deyək. Layihənin icra olunması, bu layihənin planlaması, layihənin yazılması deməkdir. Layihənin icra olunması, layihə qalib oldu və icra edirik bunu. Daha sonda isə ən sonda monitorinq və qiymətləndirmə. Bizim layihə qiymətləndirilir. Deyərsiniz ki, tutaq ki, pulu aldım, icra elədim və bunun nə ehtiyacı var ki, qiymətləndirim? Pulu almışam, icra eləmişəm də, yəni qiymətləndirməyə bilərəmmi? Baxın, Elm və Təhsil Nazirliyində layihənin büdcəsi belə ayrılır. Fərdi layihədə isə müəllim özü layihə yazıbsa, onun ödənişinin 70% ona ödəniş olunur ki, layihəni icra etsin. Son 30% isə verilmir. Sonda verilir. Layihənin monitorinq və qiymətləndirməsi aparılandan sonra, uğurlu olduğunu təsdiqləyəndən sonra o 30% ödənişdə ödənilir. Əgər uğursuz olubsa, hər hansı təlim hesab olunmursa, təlim kimi qeydə alınmırsa, həmən hətta verilmiş maliyyə belə geri qaytarıla bilir. Odur ki, monitor və qiymətləndirmə əsas faktorlardan biri hesab olunur. Daha sonra bütün fəaliyyətləri mən burada göstərmiş oldum, amma keçirik indi Elm və Təhsil Nazirliyinin 9-cu qrant müsabiqəsini verilən tələblərə. Bu hansı tələblərdir? İki cür tələbimiz var. Bir fərdi layihə var. Fərdi layihə bir müəllimin yazdığı layihədir. Burada yazır ki, bu kateqoriya üzrə təşkilatı hüquqi formasından asılı olmayaraq, yəni direktor, direktor müavini və s. asılı olmayaraq və ya müəllim bütün ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər. Yəni, pedaqoji işçi sayılırsınızsa, siz orada iştirak edə bilərsiniz. Yox, əgər texniki işçisinizsə, iştirak edə bilməyəcəksiniz. Odur ki, idarə heyətində olsanız belə iştirak edə bilirsiniz. Bu oldu fərdi kateqoriya. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə isə yalnız dövlət, tam orta ümumi təhsil müəssisələri iştirak edə bilirlər. Bura daxil ibtidai və ümumi orta təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müsabiqədə müraciət edə bilər. Yəni, əgər bizim məktəbimiz 4 sinifli, ibtidai tipli məktəbdirsə, biz orada tək iştirak edə bilmərik. İştirak edə bilərik. Bizə belə bir şərt yoxdur ki, iştirak edə bilməzsiniz. Amma tək yox. 9 illik məktəbdə olsa, yəni ümumi orta, biz yenə də digər məktəbi qoşmalıyıq ortaya. Deməliyik ki, bizim qonşumuzda olan digər məktəblər əməkdaşlıq çərçivəsində onların şagirdləri ilə birlikdə həyata keçirəcəyik bu layihəni və ya müəllimlərlə. Onda bizim layihəmiz uğurludur və keçərlidir. Əks təqdirdə biz 9 illik məktəb üçün böyük bir maliyyə ayrılmır və ya ibtidai sinif məktəbi üçün. Ancaq ibtidai siniflər olan məktəb üçün. Ancaq onlara, yəni tək onlara ayrılmır da. Müəllim. Eyni slaydda qalmışsınız, danışırsınız, biz eyni slaydı görürük. Hansı slaydı görürsünüz müəllimə? Neçəncidir? Layihə məhdudiyyətində qalıb belə slayd. Bunu indi deyirsiniz. Bayaqdan neçə nəfər yazıb, amma ki... Mən ekrana baxa bilməm, çünki slaydı idarə elinəm. Biz birinci slaydı da görmədik. Bir dəfəlik 9-cu slayddan baxdıq. Mən əvvələ qayıtdım. Bir saniyə, zəhmət olmasa. Əvvəl də görmədik. İndi görünürmü? Zəhmət olmasa bir dənə məlumat verin. Baxın, əvvəlinci slayda qayıdıram. İlk slayddır. Görünürmü slayd? Xeyr, müəllim, elə indiki slayddadır. Zaman, keyfiyyət, maliyyə. İndi qayıtdım. İndi dəyişdi. Onda internet zəifdir. Mən təzən dayandırdım, təzən başlayıram. İnternet zəifdir, üzrü sən. İndi görünürmü müəllimlər? Bəli, ekran görünür. İndi görünür, bəli. Davam edirəm. Bu ilk slaydidir, daha sonraki slaydidir. Məlumatları vermişəm, slaydları da şəkil olaraq baxa bilərik. Bayaq dediyim məlumatlardır. Çox da orada yuvanmaq istəmirəm, çünki digər əsas məsələlər Elm və Təhsil Nazirliyə ayrılan 9-cu qrant müsabiqəsinə aid olduğu üçün əsas məsələnin mövzunu onun üzərində qurmağa çalışıram. Bu layihə haqqında qısa olaraq məlumat verdim. Düşünürəm ki, layihənin nə olduğunu anladı. Zaten onsuz da bilirik düşünürəm.
Qayıtdıq bura. Buranı görə bilirik də 9-cu qram müsabiqənin verilən tələblər. Bəli, görünür. Burada da bayaq dediyim kimi, yəni ibtidai sinif məktəbidirsə, yəni 4 illik məktəbdirsə, o məktəb özlüyündə tək özü üçün layihə yaza bilməyəcək. Ümumi orta və ya 9 illik məktəbdirsə, o da özü üçün öz adından layihə yaza bilməyəcək. Bunun üstün tərəflərini sizə deyim. Fərdi kateqoriyadan yazılan layihənin üstün tərəfi odur ki, bura 10.000 manatla ayrılır, amma üstün tərəfi odur ki, bir müəllim yaza bilir, bir müəllim rahatlıqla icra edə bilər, yəni təlimçi falan ayrılır. Amma öz məktəbində icra edə bilər və ya digər məktəblərdə qoşa bilər, bura icra edə bilər. Bunun maliyyəsində biraz üstün tərəfləri var. Maliyyənin 70% ilk ona ödənilir. Məsələn, siz 8.000 manatlıq bir layihə yazmısınız və o büdcə sizə ayrılıb. Onun 70%, yəni 5.600 manat ayrılacaq. 70% belə deyək də səhərləmsə. Ayrılacaq öncədən, layihə başlayanda. Siz o maliyyəni alırsınız və ödənişlər edirsiniz. Əlbəttə ki, ödənişləri mühasibə işçisi ayırırsınız və mühasibə eləyəcək ödənişlər hamısını. O VÖN-lə ödənilir. Siz birbaşa əllə pula toxunmursunuz demək olar ki. Ödənişlər hamısı onlayn olaraq VÖN hesabı ilə, asan imza nömrəsi ilə ödənişlər köçürülür təlimçiyə, dəftər və s. ləvazimatlara və s. Bu 70% əvvəl alırsınız, 30% sona saxlayırlar. Amma ümumi təhsil müəssisələrinin layihələrində isə 30 minlik, 40 minlik, 50 minlik layihə yaza bilərsiniz. Amma bunun 30% isə ödənilir öncədən. 70% isə saxlanılır, daha sonra ödənilir. Və yaxud da layihə bitəndən sonra ödənilir. Bitən ərəfədə hesabat veriləndə. Onun mənfi tərəfi odur ümumi təhsil məktəbi. Ona görə də ümumi təhsil məktəblərdə layihə yazanlar az olur. Digər səbəbi də ondan ibarətdir ki, bu layihələr daha böyük büdcə tələb edir və onun keçmə şansı daha azdır. Elm və Təhsil Nazirliyi layihələri yoxlayan şəxslər, ekspertlər deyim, onlar düşünürlər ki, 20 və 50 min manat bu layihə verincə, indi yazdığımız layihədə, bunu 10 və ya 8 və ya 15 digər fərdi layihəyə versək, daha çox fayda əldə eləmiş olur məktəblərimiz və ya şagirdlərimiz. Odur ki, onlar çalışırlar ki, yönləndirsinlər o istiqamətə. Amma elə uğurlu layihələr də var ki, bəli, ümumi təhsil məktəbləri layihə keçən illərdə vurub, kifayət qədər qalib olan məktəblər vurub. 20 minlik, 30 minlik layihələr qazanıblar. Bir də müsabiqənin hər il müsabiqənin istiqamətləri olur ki, biz o istiqamətdən kənara çıxa bilmərik. Layihə yazanda orada istiqamət seçimi eləməliyik ki, bizim bu indi yazdığımız və yazdığımız layihə hansı istiqaməti əhatə edir, hansı istiqamət üzrədir. Hal-hazırda bizim layihələrimiz bu illər hansı istiqamətdə ola bilərlər, onları qeyd edirəm. Birinci istiqamət odur ki, onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmə. Biz bu istiqaməti götürüb, bu istiqamətin açılışını da Təhsil Nazirliyi özü, Elm və Təhsil Nazirliyi özü izahını verib, iki hissədən izah edib bunu. Mövzunu əhatə edən istiqamətlər hansılardır? Onlayn öyrənmə platforma və tətbiqləri, məsələn, Khan Akademi, Coursera, Udemy, Brilliant, Duolingo və s. kimi proqramlar var. Onların yarısı test üçündür, yarısı həm kursdur, onlayn kurslardır, yarısı ingilis dili proqramdır və s. O proqramların ödənişsiz və ya ödənişli məzmunda kurslardan və ya onların və təhsil verilən istər xarici dildə, istərsə də Azərbaycan dilində tərcümə edilərək istifadəsini təmin etmək. Məsələn, hər hansı bir ingilis dili müəllimi düşünür ki, Duolingo proqramı çox uğurlu bir proqramdır. Biz onun tərcüməsini eləyə bilərik ki, şagirdlərimiz ingilisini daha rahat öyrənsinlər. O layihəni yaza bilər. Duolingo proqramının ya oxşarını hazırlayacaq və yaxud da ki, onlarla əməkdaşlıq eləyib, onlara proqramı Azərbaycan dilində yüklətdirəcək. Hazır birisi türk dilində var, amma Azərbaycanda yoxdur, onun içərisində məlumatlar. Siz onu layihə müqabilində ayrılmış büdcə ilə onlarla əməkdaşlıq edirsiniz və bütün onun içərisində olan ingilis sözlərini əldə edirsiniz, onun tərcüməsini verirsiniz onlara. Onlar da onu bizim dili yükləyər içərisinə. Və yaxud da ki, proqramın özünün prototipini hazırlayırsınız. Azərbaycan adı altında və ya Duolingo Azərbaycan adı altında Play Marketə və ya mağazinlərə qoya bilirsiniz. App Store və digərlərinə. Daha sonra bura hansı daxil ola bilər, başqa nə əhatə edə bilər?
Müəllimlər üçün müstəqil öyrənmə platformalarına yerləşdirilməsi məqsədi ilə öyrədici video çarxlarının hazırlanması. Siz müəllimlər üçün də bir dənə platforma aça bilərsiniz. Məsələn, agima.az saytı var, müəllimlər platformasıdır. Müəllimlər üçün orada kurslar var, müəllimlər üçün orada müəyyən vasitələr var ki, istifadə edə bilirlər oradan. Sinif idarə olunması və digər. Orada hətta kursdan sonra kursu izləyirik videolarını, daha sonra testini işləyirik və sertifikat əldə edirik. Buyurun müəllim. Müəllim, salam, axşamınız xeyir. O dediğiniz saytın adı necə idi? Yaxşı işlənmədi. Agma.az, agma.az, agma.az. Agma, ha, bildim. Agma üzrə, yaxşı oldu. Hə, belə. Yəni, bu kimi çoxlu kurslar var, amma Agman, burada Agman'da logosu var da, həm də tərəfdaşdır. Məsələn, o saytdan siz müəyyən kurslardan iştirak edib alabilirsiniz. Microsoft'un da kursları var, orada iştirak edə bilirsiniz, onun da sertifikat alabilirsiniz. Davam edirik. İkinci istiqamətimiz təhsil alanların, yəni şagirdlərin müxtəlif məzmunlu müsabiqələrə hazırlaşması üçün və bu cür müsabiqələrin təşkili. Məsələn, bu müsabiqələr hansılardır? İzah edir. Təhsil alanı müxtəlif olimpiyadalar, yarışlar, müxtəlif olimpiyada deyəndə fən olimpiyadası, Respublika fən olimpiyadası, Lütfizadə və digərlərini deyə bilərsiniz və ya beynəlxalq olimpiyadalar deyə bilərsiniz. Kenguru və s. Yarışlar var, yerli, milli və beynəlxalq. Festivallar var, SAF var, Steam Azam festivalı, Texnofest var və digər festivallar var ki, onlara hazırlaya bilərik şagirdləri. Sərgilər ola bilir ki, o sərgiləri hazırlaşdıra bilərik şagirdləri və s. üçün hazırlaşması və iştirakın təmin edilməsi. Müxtəlif məzmunlu, ikincisi hissəsi də müxtəlif məzmunlu müsabiqələrin təşkili. Özümüz də müəyyən məzmununda müsabiqə təşkil edə bilərik. Yəni, layihəmiz iki istiqamətdə ola bilər. Birinci istiqamət odur ki, biz deyə bilərik ki, biz belə bir yarış keçiririk, özümüz təşkil edirik 5 dənə məktəb arasında, 3 dənə məktəb arasında və ya öz məktəbimizdə. İkinci də ola bilər ki, deyərik ki, ölkədə və ya beynəlxalq belə bir olimpiyada var və ya müsabiqə var, festival var. Biz şagirdlərimizi o müsabiqə üçün, o yarış üçün, o festival üçün hazırlayırıq. Onlara təlimlər keçiririk, şagirdlərimiz ona uğurlu olacaqlar və yarışa gedib uğurlu nəticə əldə edəcəklər. Belə deyək, bizim şagirdlərimiz olimpiyadada aşağı nəticə göstərirlər, yer tuta bilmirlər. Belə bir kitab çap eləsək və onlara bir təlim keçsək, olimpiyada müəllimlərini ona yönləndirsək, təlim keçsə onlara, bizim şagirdlərimiz olimpiyadada yer tuta bilərlər. O layihəni yaza bilərik biz. Və o müəllimi tapırıq, olimpiyada üçün vəsaitləri əldə edirik, şagirdləri seçirik və onlara həmən müəllim onlayn və ya əyan olaraq təlimlər keçir. Daha sonra biz olimpiyadada yer tutandan sonra bizim layihəmiz qiymətləndirilir ki, uğurlu oldu. Daha sonra 3. Dərnək və klubların təşkili. Bura nə daxildir? Steam klubu, virtual reallıq klubları, dizayn klubları, kodlaşdırma dərnəyi də ola bilər. 3 ölçülü çap, qrafik dizaynerliyi, animasiya, robototexnika, Lego və s. Bu da həm müsabiqəsi var bunların. Məsələn, Lego, First Lego müsabiqəsi var. FLL bilirəm. Ondan sonra hakaton yarışları var. O həm müsabiqədir. Əgər şagirdləri müsabiqəyə hazırlayacaqsınızsa, ikini seçəcəksiniz. Yox, əgər müsabiqəyə hazırlaşdırmaq şərti qoymusunuz ki, belə bir klub açırıq, Steam klubu. Məsələn, mən bu illəri icra edirik Masallıda. Masallı Steamçilər klubu. Belə bir klub yaratmışıq. Düzdür, o ikinci istiqamətdir. Yəni, olimpiyada SAF festivalına hazırlaşdırırıq şagirdləri. Amma bunu da bu cür də edilə bilərik. Keçən illəri bu var idisə, biz Steam klubu açırıq. Heç bir məqsədimiz yoxdur ki, şagirdləri SAF-a aparaq. O məqsədlərdən biri o ola bilər. Əsas məqsədimiz o deyil də, belə deyim. Sadəcə olaraq uşaqlara bunu öyrətmək istəyir. O adına bunu qoya bilərdik. 3-cü istiqaməti götürə bilərdik. Daha sonra nə ola bilər? İncə sənət, rəqs, ictimai, nitq, debat, informasiya və media savadlılığı mövzularından klublar, dərnəklər hazırlaya bilərik. Məsələn, Sokrat klubu, Sokrat debat klubu və ya Sokrat dərnəyi deyə bir debat klubu yaradırıq. Sokrat debatçı olub və beləcə debat klubu yaradırıq. Şagirdlərlə mövzular seçirik, orada debatlar keçirik. Öz məktəbimizdə və ya qonşu məktəblərlə bu layihəni yaza bilərik bu istiqamətdə. Peşə seçimi və peşə yönümlü işi, sahibkarlıq, maliyyə savadlılığı. Bu da çox uğurlu layihələrdəndir. Sahibkarlıq, maliyyə savadlılığı hər il demək olar ki, yazılı və keçərli olur. Startup layihəsi yazılırlar.
şagirdlərə komandalar ayırırlar, qruplar ayırırlar və yaxud da ki, fərdi olaraq startap layihələrini yazırlar. Bizim təlimçilər onlara təlim keçir. Daha sonra onların yazdığı startaplar maliyyələşdirilə bilir və yaxud da ki, onlara istiqamətlər verilir ki, onlar hardansa maliyyə əldə edə bilsinlər. Sonra maliyyə savadlılığı, bu da çox uğurlu layihələrdəndir. Bunun üçün çoxlu kifayət qədər maliyyə savadlılığı kitabları var. O kitabları əsas gətirə bilərik və ya onlarda kifayət qədər əsaslar var. Orada qeyd olunur ki, məsələn, orada qeyd olunur ki, məktəb şagirdə pulun idarə olunmasını öyrətmir. Maliyyə savadlılığını öyrətmir. Ola bilər ki, hər birimiz universitetə daxil olmuruq. Şagirdlərimiz hər biri universitetə qəbul olunmur, amma onlar pulla işləməyə bacarmalıdırlar. Pul hesablamayı bilməlidirlər. Maliyyə savadlılığı olsa, onlar həyatda uğurlu şəxs ola bilərlər. Onlara ali təhsil ehtiyac olmaya bilər. Amma maliyyə savadlılığı olmasa, onlar özlərini idarə edə bilməyəcəklər və görülmüş kimi, bizim cəmiyyətdə olduğu kimi 80-90% insanlarımız, ailələrimiz kreditdədir, belə deyək. Kredit altında. Nəyə görə? Çünki öz büdcəsini, maliyyəsini idarə edə bilmir. Məsələ oradan başlayır. Bunu əsas gətirib bu layihəni yaza bilərik. Daha sonra alternativ enerji mənbələri. Bunu da yaza bilərik. İstənilən məktəb üçün alternativ enerji mənbəyi yaza bilərik. Demək olar ki, bütün bölgələrimizdə alternativ enerji ehtiyac duyulur və ona uzun perspektiv var. Qrant müsabiqənin istiqamətlərindən dördüncüsü fiziki və psixoloji sağlamlığın qorunması. Təhlükəsizlik, milli, mənəvi və ümumbəşəri dəyərlərin təbliği. Bu da çox geniş yayılmış layihələrdəndir. Çox rahat icra oluna biləcək layihələrdən hesab olunur. Fiziki, psixoloji və zorakılıqlardan və qısnamalardan, o cümlədən də virtual aləmdə. Bu təhlükəsiz internetdə bir şey də var da, gündə var. Müdafiə, məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatının iştirakının genişləndirilməsi. Burada psixoloji durumun yaxşılaşdırılması var, psixososial daha doğrusu. Elm və Təhsil Nazirliyi Məktəblinin Dostu adlı bir layihəsi var. Artıq icra olunur bütün məktəblər üçün pilot layihədir. O da artıq bir çox məktəblərdə, demək ki, bütün rayonlarda ən az bir və ya iki məktəbdə bu layihə icra olunur, uğurlu layihə hesab olunur. O da adi bir qısa bir layihədən başlanmışdı və uğurlu olduğu üçün genişləndirildi. Sizin də layihəniz elə ola bilər ki, uğurlu olsun, daha sonra ölkə səviyyəsində genişləndirilə bilsin. Daha sonra həssas qruplara mənsub olan təhsil alanların sağlam imkanı məhdud və ya az təminatlı və ya miqrant və ya readmissiya edilmiş ailələri olan təhsil alanlar və s. Sosial inklüziya. Əvvəl inkluziv təhsil var, indi artıq o təsdiqləndi, Təhsil Nazirliyi özü nəzarətindədir. Onun üçün də bunu başqa bir formada siz yaza bilərsiniz ki, sağlamlıq imkanı məhdud olan şagirdlərlə necə bir iş təşkil oluna bilər ki, onlar da uğurlu olsunlar həyatda. Sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunmanın təbliği barədə bir layihə yaza bilərsiniz. Bu layihədə də mütləq fleyrlər, kağızlar çap edəcəksiniz ki, paylayacaqsınız şagirdlərə və ya ətrafa cəmiyyətə və s. Milli təəssübkeşlik və tolerantlıq istiqamətində bilik və bacarıqların formalaşdırılması. Bunlar daxildir. Az-saylı xalqlarla bağlıdır layihə yaza bilirsiniz burada. Tolerantlıq bildiyiniz kimi dözümlülükdə, multikulturallıqdır, onu da qeyd edə bilərsiniz burada. Və yaxud da ki, hər hansı bir, tutaq ki, məsələn, müəllimin biri şimal bölgəsində kənddə işləyirdi, Ucqar kənddə və orada çox saylı xalqlar var, az-saylı xalqlar var, çox idi amma orada. 5-6 az-saylı xalq nümayəndələri bir məktəbdə cəmləşmişdi. Müəllim onu əsas gətirərək, o da Azərbaycan dili əlavə bir dərnəyi və ya kursu yaratmış oldu. Qrant layihə müsabiqəsi qalibi bu. Və beləcə bir müddət təlim keçdi və onu əsaslandırmışdı ki, şagirdlər Azərbaycan dilindən çox zəifdirlər və öyrənə bilmirlər. Məktəb təlimini, proqramını qəbul edə bilmirlər, götürə bilmirlər. Çünki qarışıq dillər var, hər bir fərqli dildə danışıb, birini başa düşə bilmirlər və s. Onu əsaslandırıb layihəni qəbul etdirmişdi. Daha sonra təhsil alanların iştirakı ilə məktəb icmasının sosial yönümlü layihələrin həyata keçirilməsi. Bu da çox uğurlu bir layihədir. Çoxdan bunun üzərində düşündüyüm bir layihələrdən biridir. Məsələn, siz məktəbdə könüllülər komandası qurula bilirsiniz və ya müəyyən icmalar yarada bilirsiniz ki, şagirdlərdən, əsasən şagirdlərdən ki, bu da qrant layihə daxilində elə bilərsiniz bunu.
müsabiqəsi. Onun üçün maliyyə əldə edə bilərsiniz ki, o pulla siz müəyyən onlara köynəklər alasınız, papaqlar alasınız. Daha sonra onlarla müəyyən fəaliyyətlər icra edəsiniz. İl ərzində ağac əkmə aksiyası, ağacların alınması və s. işlər görə bilərsiniz. Daha sonra 5-ci istiqamətdə var və sonuncu istiqamətdə bildiyim qədərilə pedaqoji işçilər üçün metodik təhsil. Artıq təhsil alanlardan çıxdıq. Bundan əvvəlki illərdə valideynlər üçün də bir istiqamət qoyurdular çox vaxt. Bu il o istiqamət belə alt başlıqda, əsas başlıqların içərisində yoxdur. Keçən ildə yox idi, bu ildə yoxdur. Demək, bu nəyə əhatə eləyir? İnklüziv təhsil, məsafədən təhsil, oyun, layihə və problem əsaslı təlim, tətbiqlər, applar, yəni applicationlar, simulyasiyalar və virtual reallıq vasitələrinin tətbiqi üzrə daxili və məktəblər arası metodik və mentorluq xidmətlərinin təşkil edilməsi. Məsələn, siz nə edirsiniz? İnklüziv təhsil təlimi keçə bilərsiniz. Və yaxud da deyim ki, artıq Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərir, təlimlər keçirilir. Siz də bunu yaza bilərsiniz ki, bizim bölgədə inkluziv şagirdlər çoxdur. Məktəblərdə biz ətrafımızda olan 3 məktəb üçün belə bir təlim keçə bilərik. Müəllimlərimiz inkluziv təlim keçəndən sonra təhsildə şagirdlər, həmən o tip şagirdlərlə, inkluziv şagirdlərlə daha rahat işləyə biləcəklər və o siniflərdə təlim nəticələri artırılacaq. Və yaxud da ki, simulyasiyalar deyə bilərsiniz, virtual reallıqla iş görə bilərsiniz. Məsələn, tarix müəllimləri üçün bir layihə ideyası deyim. Bunu əvvəl bir neçə müəllimə demişdim. Çox uğurlu bir layihə ola bilər. Virtual reallıq sahəsi ilə istənilən fəndi tətbiq eləmək olar, amma mən tarix üçün demişdim. Məsələn, tarixdə keçirik, məsələn deyirəm, Marağa rəsədxanası virtual reallıqda daxil olub, o rəsədxananın içində daxil ola bilərlər şagirdlər. İçinə daxil olacaqlar, görəcəklər və hər hansı, məsələn deyirəm, Çaldıran döyüşü, o Çaldıran döyüşünü tam olaraq izləyə bilərlər, iştirakçısı belə ola bilərlər virtual reallıq eynəkləri ilə. Daha sonra YouTube videoları ilə bunu həyata keçirmək olar. Bunu da qrant müsabiqənin olaraq yaza bilərsiniz ki, məsələn, bizim şagirdlərin tarix biliklərini artırmaq üçün və ya tarixə marağını artırmaqdan ötürü bu tip videoların hazırlanması və virtual reallıq aparatlarından istifadə edərək yəni dərslərdə istifadəsinin artırılması və ya istifadə olunması qeyd edə bilərsiniz. Daha sonra müəllimlərin ölkə daxili və ölkə xarici həmkarları ilə əməkdaşlığının qurulması və şagirdlərin dərslərdə birgə distant tədrisi. Dost məktəb layihəsi var idi, bəlkə də eşitmişdiniz, bundan əvvəl görmüşdünüz. Dost məktəb layihələri var idi bundan əvvəl. O fəaliyyətlər elə demək olar ki, bunun daxilində işləmək olar. Siz bir neçə başqa rayonun, başqa bölgənin, hətta xaricdə olan Türkiyənin, Almaniya və s. məktəbinin dost məktəb layihəsini icra edə bilərsiniz. Onlar sizin dərslərdə iştirak edə bilərlər, siz onların dərslərdə iştirak edəcəksiniz və s. iştirak edəcəksiniz. Xarici dildə mövcud olan açıq öyrədici əlavə resurslarının və ya kitabların Azərbaycan dilində tərcümə edilməsi və ya məktəblərdə tətbiqi. Deyə bilərsiniz ki, məsələn, mənim məsələn deyirəm, Cambridge-in bir dəstəyi var və ya diski var, o diski tərcümə edə bilərik, dəstəyi tərcümə edə bilərik ki, o daha rahatdır öyrənməyə. Bizim məktəbdə onu tətbiq eləyək bir müddət, daha sonra 3 məktəbdə tətbiq eləyək, onun nəticəsi uğurlu olacağını əsaslandıracaqsınız. Müəllim adaptasiyası proqramının həyata keçirilməsi. Gənc müəllimlər daxil olurlar məktəblərə, uğurlu fəaliyyətlər olur, amma bəzən də alışdıra bilmirlər özlərini bölgəyə uyğunlaşa bilmirlər, məktəbə uyğunlaşa bilmirlər. Siz onlar üçün, biz məsəl üçün mən özüm qrant layihə deyil, başqa bir layihə çərçivəsində müəllimlərin mühit adaptasiyası adlı bir layihə yazmışdıq komanda ilə. Onu icra etdik, çox uğurlu bir layihə oldu. Siz də o tip bir layihə yaza bilərsiniz ki, o təlimləri özünüz seçəcəksiniz və təlimçilər dəvət edib təlim keçəcəksiniz onlara. Təlimlər bizdə nələr idi? Bölgənin milli mentaliteti, dəyərləri, sonra bölgədə dəstəməyin üstün və mənfi tərəfləri, cəmiyyətlə iş və ya şagirdlərin fəaliyyətləri və s. kimi psixoloqla məsləhətləşib təlimlərin siyahısını hazırlaya bilərsiniz. Maraqlı təlimlər də o siyah olmalıdır kompüterdə. İstəyən olsa axtararaq. Qrant müsabiqəsi, texniki ekspertizası. Məsələn, belə deyəm. Sizin müsabiqəyə ilkin olaraq bu şərtləri ödəməlidir. Bu şərtləri ödəməsə, ona baxış olmayacaq artıq avtomatik. Və yaxud da ki, sizə e-mailə məktub gələcək ki, filan şeyləri dəyişməlisiniz də, uyğun deyil. Bunlar hansılardır? Layihənin sənədləri. 5 sənəd təqdim edəcəksiniz. Həmən sənədlər ərizədir, layihə təklifidir, xərclər smetası, icra planıdır, daha 4
4-ünü burada qeyd edib və digər məlumatları orada yazırsınız. Bu 4 sənəd əgər düzgün yüklənməyibsə və ya ümumiyyətlə yüklənməyibsə, bir də CV-lər olmalıdır. O olmaz. Bunlar yüklənməyibsə və yaxud da ki, yanlış yüklənibsə, sizə e-mail gələcək ki, bu uyğun deyil və yaxud da ki, layihəniz qəbul olmayacaq. 2. İştirakçıların yalnız bir layihə təqdim etməsi. İkinci layihəni təqdim etməsi eyni anda biri avtomatik olaraq ləğv olacaq. 3. Layihənin icra müddəti 3 aydan az, 12 aydan çoxdursa alınmayacaq, qəbul edilməyəcək. 4. Fərdi kateqoriya üzrə layihədirsə 10.000 manatı aşmamalı sizin büdcə. Ümumi təhsil üzrə kateqoriyadirsə 100.000 manatı aşmamalıdır. Layihə təklifinin təkrar verilməsi. Eyni layihəni vermişsiniz və yaxud da ki, başqa biri verib, siz də onun eynisini verirsiniz. O uğursuz olacaq və ya qəbul olmayacaq. İştirakçıların daha əvvəl icra etdikləri layihənin səmərəliliyi. Baxın, bu da çox önəmli məsələlərdən biridir. Siz keçən illər bir layihə yazmışsınız, uğursuz olub. Yəni, aşağı balla qiymətləndirib ekspertizi. Bu illər layihə yazsanız, o artıq, yəni lap ideal layihə belə olsa, o layihə baxılmayacaq. Çünki keçən illər siz icra eləmişsiniz, icra edə bilməmişsiniz və yaxud da uğursuz icra eləmişsiniz. Sizin ekspertiniz sizi bal aşağı verib, kəsib və yaxud da ki, müəyyən problem yaşamışsınız, yaşatmışsınız və s. Bu illəri hal-hazırda müsabiqənin təqdim olunacaq layihə sənədləri 15 fevraldan 31 marta qədər. Hər il demək olar ki, belə olurdu. Bu illərdə təxminən belə bir, bəzi illərdə biraz artırılırdı. Aprelin neçəsinə qədərsə vaxt verilir. Və grants.edu.az saytından verilə bilər layihələr. Layihənin qiymətləndirilməsi necə olur? Siz layihə yazmışsınız, onu necə qiymət verəcəklər? Layihə əgər istiqamətlərə uyğundursa, uyğunluq balı 5 bala qədər verə bilərlər. Və layihə şərtlərinin ümumi ölkə daxilində Nazirlər Kabinetinin verdiyi qərar var, layihənin yazılma şərtləri. O şərtlər daxilindədirsə, 5 bal siz qazana bilərsiniz. Layihə orijinaldırsa, başqasından köçürməmisinizsə, o da 5 bal, yəni oxşar tipli layihələr ola bilər, amma mətnləri də, sözləri də və ya digər fəaliyyətlər də eynidirsə, demək ki, orijinallığı itir. Orijinaldırsa 5 bal qazana bilərsiniz. Problemin vacibliyi. Siz problemi elə əsaslandırmalısınız ki, ən geniş mətn problemdə və görəcək işlərdə olur. 2 səhifə yaza bilərsiniz. Problemin vacibliyini izah eləməlisiniz. Uğurlu layihələr, hətta orada statistikalar, linklər əlavə edən layihələr hesab olunur. 10 bal sizə verə bilir. Məqsəd və vəzifələrin dəqiqliyi. Sizin məqsədiniz doğru deyilsə, dəqiq deyilsə, sizin 10 balınız kəsilir, 2 bal verilir, 1 bal verilir. Yox, əgər məqsəd bir cümlə ilə ifadə olunub, doğru yerindədirsə, vəzifələr doğru olaraq qeyd olunubsa, 10 bal qazana bilirsiniz orada. Ən çox bal verən hissələrdən biri də faydalılıqdır. Sizin faydanız kimə olacaq? Tutaq ki, təhsil alanlara və ya təhsil verənlərə. Şagirdlərə əgər həqiqətən də faydalı olacağını düşünürlərsə, sizə 20 bala qədər bal verə bilirlər. Burada minimum 10 bal götürməlisiniz ki, uğurlu olsun. Davamlılıq. Sizin layihəniz davamlılığı izah edə bilirsinizsə, ki, həqiqətən də bu davam eləyəcək, məndən sonra itib batmayacaq, bitməyəcək. 10 bal oradan ala bilərsiniz. Fəaliyyət planı, doğru fəaliyyət planı cızmısınızsa, realdırsa, bəli, onda 10 bal da oradan əldə edə bilərsiniz. Amma monitorinq və qiymətləndirmə də var. Orada da bayaq dediyim kimi 10 ballıq da odur. Siz necə qiymətləndirəcəksiniz öz layihənizi və ya monitorinq necə keçirə bilərsiniz, monitorinq edə bilərsiniz. Bir də maliyyə səmərəliliyi. Ən çox bal verilən hissələrdən biri də maliyyə səmərəliliyidir ki, burada siz 20 bala qədər bal ala bilirsiniz. Bu da o deməkdir ki, siz büdcəni sağa-sola xərcləmək kimi qeyd eləməmisiniz də, elə qeyd eləmişsiniz ki, hər şeyi öz qiymətinə qeyd eləmişsiniz. Məsələn, A4 paçkası alınacaq və ya sertifikat çıxarılacaq, 5 manat sertifikatın biri qeyd eləsəniz, bu real deyil də. Düzdür, o 5 manat böyük bir rəqəm deyil, amma sertifikat hamı bilir ki, bu 1 manat, 2 manat olan işlərdir də. 3 manat yazsanız, artıq başa düşmək olar, amma 5 manat biraz çoxdur. 10 manat yazanlar da ola bilir. Sertifikat əgər 5 manat yazmışsınızsa, o çərçivə ilə birlikdə olacaq, belə çıxır. Bu da maliyyə səmərəliliyi. Maliyyə hissəsi biraz çətin ola bilir. Onun üçün maliyyə yazanlar, xüsusi maliyyə yazanlar var. Smetanı göndərirsiniz orada cədvəli. Deyirsiniz ki, mənim layihəm budur, o cədvəli qurursunuz. Düz ödənişli olur əksəriyyətə, ödənişsizlər də olur. Sizin mühasibiniz varsa, o mühasibə deyirsiniz, sən mənim mühasibəm olacaqsan, bu smetanı hazırla, o da sizin üçün hazırlaya bilər ödənişsiz. Əgər uğurlu olsa, o sizin mühasibiniz olacaq, layihənin fəaliyyətindən öz gəlirini əldə edəcək. Qeyd, məzmunun qiymətləndirilməsində keçid balı 50 balı keçməlidir.
50 bal təşkil etməlidir. Əgər sizin bu ballar hamısı toplandı, hərəsindən 2 bal, 3 bal, 5 bal verildi, 50 bala keçsə, demək ki, sizin layihə uğurlu layihədir. Amma bu o demək deyil ki, sizin layihə maliyyələşdiriləcək. O halda maliyyələşdirilə bilir ki, ümumilikdə 2 milyon manat pul ayrılıb. O 2 milyon manatı ümumi layihələrə baxırlar, ballar hamısı yazılandan sonra baxırlar ki, ən yüksək bal toplayanlar hansılardır? 80-90 ballar. Onların maliyyəsini verirlər, gəlirlər aşağı, 70 ballar, sonra 60 ballar. Sonra əgər pul qalırsa 50 balları maliyyələşdirirlər. Qalmırsa 50 ballıq layihələr, 50-55 ballıq, 60 ballıq layihələr maliyyələşdirilə bilmir. Məsələn, bu illəri, bundan əvvəlki il daha doğrusu, 62 baldan aşağı yığanlar, hətta 62 ballar belə səhvimizə maliyyələşmədi. 62 onda neçə ballar maliyyələşdirildi. Onun üçün də nəzərə alın. Amma yenə də uğurlu layihə hesab olunur. 50 bal keçmişsinizsə, siz onu gələni də verə bilərsiniz, eynisini dəyişmədən və ya dəyişib verə bilərsiniz. Və ya onu başqa bir yerə də yönləndirə bilərsiniz. Uğurlu layihə hesab olunur. Hətta elə də ola bilər ki, Təhsil Naziri il ortasında bir müsabiqə elan etsin, sizin layihəni orada siz öz layihənizi təqdim edə bilərsiniz ki, maliyyələşdirilsin. Daha sonra suallarınızı əldə edəcəm sizdən. Ondan sonra bir də sayta daxil olarıq. Burada dinlədiyiniz üçün təşəkkür edirəm. Sual olan sualların bir də sizə zəhmət olmasa, daha sonra sayta daxil olarıq. Oradan da sizə sayt təqdim edəcəm necədir və ya necə qeyddən keçirsiniz, nə iş görürsünüz. Ondan sonra bitirərik. Sual olan varmı və ya sizə qaranlıq qalan məqam oldu mu? Salam, hər vaxtınız xeyir olsun. Salam, xoş gəldiniz. Sualım olacaqdı sizə. Mənim keçən ildə mən layihə yazmışdım. Mənim ən çox çətinlik çəkdiyim məsələm, əgər layihəmi özüm yazıram, özüm tərtib edirəm, mütləq ki, layihədə mən tək bunu yazmamalıyam da, başqaları da iştirak eləməlidir, düzdür? Yoxsa tək yaza bilərəm, yəni təlimçi, ekspert nəzərdə tuturam. Demək, belə bir qayda var. Bunu təşəkkür edirəm sualınız üçün, minnətdaram. Demək, layihə daxilinə layihə rəhbəri, yəni layihəni yazan şəxs özünə heç bir halda pul yaza bilməz, maliyyə ayıra bilməz. Özü təlimçi də olsa, şofer də olsa, fotoqrafçı işin görsə orada, özünə pul yaza bilməz. Çünki layihənin məqsədində belə bir qayda var, şərt var. Layihənin məqsədi nədir? Biz şərtimiz odur ki, Elm və Təhsil Nazirinə məlumat veririk ki, bizim məktəbdə belə bir problem var. Bizim məqsədimiz nədir? Təlim nəticəsini qaldırmaq, məktəbin nailiyyətlərini qaldırmaq. Və biz nazirliyə bildiririk ki, biz bu səbəbdən deyək ki, bizim bayaq dediyim kimi, bizim şagirdlərimiz azsaylı xalqlar olduğu üçün biz Azərbaycan dilini onlara keçirə bilmirik və ona görə də bizə Azərbaycan dili təlimi və ya kursu və ya dərnəyi ayrılsa, biz uşaqlara Azərbaycan dili təlimini keçsək, ondan sonra bizim uşaqların Azərbaycan dili nailiyyətləri artacaq. Bunu elan elədik, məlumat verdik nazirlik. Nazirlik də baxır ki, siz bunu qeyd elədiniz. Bunu qeyd elədiniz və sizə maliyyəni ayırır. Özünüz təlimi keçərsiniz, başqası keçəcək, kim keçəcəksə, o pulu götürürsünüz, onu icra edirsiniz. Əgər başqası keçəcəksə, ona pul yazırsınız. Və o pulu xərcləyirsiniz və nəticə göstərirsiniz ki, bizim şagirdlərimiz uğurlu bu layihəni keçəndən sonra nəticəsi qalxdı. Əgər özünüz təlim keçəcəksinizsə, buna pul ayrılmır. Bayaq dediyim kimi də, yəni siz bunu sadəcə olaraq öz işinizin peşəkarlaşdırmaq istəyirsiniz deyə, öz işinizi rahatlaşdırmaq istəyirsiniz deyə, naziri isə dəstək olur ki, bu işi icra edin. Yoxsa naziri əlbəttə ki, orada nəzərə alır ki, orada sizə pul qala bilər müəyyən qədər ki, siz müəyyən bir artıq pul yazıla bilər ki, məsələn, fotoqraf yazmısınız, fotoqrafı özünüz icra edirsiniz və yaxud da ki, köməkləşirsiniz fotoqrafa. Oradan müəyyən qədər sizə pul qala bilir, müəyyən şey bəlkə ola bilsin. Amma qaldı ki, sizə ayrıca rəsmi olaraq, rəsmiyyətdə, qanunda layihə rəhbərinə pul yazılmır. Təlimi özü keçəcəksə pulsuz olacaq. Pulsuz keçməlidir. Alınacaq nələrsə varsa ona pul verə bilər. Amma təlimi özü keçəcəksə pulsuz olacaq. Amma mühasib mütləq olmalıdır. Mühasib yazmalısınız. Tək bir nəfərlə layihə icra oluna bilməz. Mütləq mühasib olmalıdır. Çünki siz ödənişləri vergilə ödəyə bilməyəcəksiniz özünüz. Anladım, çox sağ olun, təşəkkürlər. Bir də bir şey deyim sizə. Məsələn, mən onda həmişə çətinlik çəkirəm ekspert tapmam. Məsələn, inklüziv təhsili deyək ki, götürmüşəm, o kateqoriyanın nominasiyasını götürmüşəm, o üzrə yazacağam. Mən eksperti tapmaqda, o mövzuda çətinlik çəkirəm. Yəni, hansı yöndə araşdırma eləməliyəm, necə araşdırma eləməliyəm ki, o yöndə ekspert olsun, təlimçi olsun, tapım yəni. Biraz bu mövzularda həmişə çətinliyim olur. Aşağı düşdüm. Çox sağ olun, təşəkkür edirəm.
Ekspert sizin layihə yazdığınız mövzuya uyğun olmaya bilər. Ekspert o işə baxır ki, sizin layihənin icra prosesi və ya hesabatın verilməsinə sizə dəstək olacaq. Ekspert onun üçün deyir ki, sizin layihəyə uyğun bir şəxs olsun. Təlimçi bəli, sizin layihəyə uyğun bir şəxs olmalıdır, o sahəni bilməlidir. Amma ekspert o sahə üzrə anlayışı olmayan şəxs ola bilər. Amma bundan əvvəl buyurun. Necə? Mütləq ekspert olmalıdır, yoxsa Ekspert olmaya bilər. Ekspert şərt deyil olması. Amma ekspert olması sizin üçün uğurludur. Necə? Çətinliyiniz olanda o sizə dəstək olacaq. Digər tərəfdən də sizə dəstək olacaq ki, məsələn, ekspert yazdınız, məsələn, ona 800-900 manat pul yazmısınız. O 3 ay ərzində, 5 ay ərzində, məsələn, sizin layihədə sizin iştirak edə bilmədiyiniz günlərdə o gəlib sizə dəstək olacaq, keçəcək həmən təlimi və ya iştirak edəcək. Və yaxud da ki, siz orada iştirak edirsiniz, o müəyyən sənədlərin hazırlanmasında, imzalanmasında sizə dəstək olacaq. Və yaxud da ki, hesabatın verilməsinə əziyyət çəkirsiniz, o sizə dəstək olacaq. Yəni, bu şeydə sizə dəstək olur, onun bir ziyanı yoxdur, ona görə də ekspert yazmanız müsbətdir. Amma qaldı ki, o tapa bilmirsiniz, onunla bağlı siz indi bu təlimdən sonra belə də müraciət edə bilərsiniz mənə. Bizim komanda var, yəni bundan əvvəl layihə yazmış şəxslər var. Onlarla yönləndirərik sizə ki, sizə eksperti elə bilsin. Yəni ekspert sizin yanınızda olması şərt deyil də, uzaqdan da idarə edə bilər. Sizə dəstək olmalıdır, layihənin icra olunmasında problemləri həll etməlidir. Aydın oldu. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Buyurun, Afiq müəllim. Afiq müəllim, səs bağlı deyə əl qaldırmışdı, səs bağlıdır. Səs açıldı, amma səs gəlmir nəyəsə görə, yoxsa məndə səs gəlmir. Afiq müəllim, bir də zəhmət olmasa, ya çıxın yenidən qoşun, ya da ki, səsi bağlı yenidən açın ki, səs gəlsin. Siz o problemi həll edənə qədər Zərifə xanım, Zərifə müəllimə fikrini bildirsin, sualını bildirsin. Buyurun müəllimə. Salam, axşamınız xeyir olsun müəllim. Mən birinci dəfədir ki, yəni qrant müsabiqəsinə qoşuluram. Bilmək istəyirdim ki, sağ olun, layihənin yazılıb və təhvil verilməsi hansı tarixə qədər yekunlaşdırılmalıdır? Orada slaytda qeyd eləmişdim, 31 marta qədər vaxt verilib bizə. Hə, siz icra prosesini deyirsiniz. Bəli, bəli. Layihəni yazmaqdan asılı. Siz 3 aylıq layihə yazmısınızsa, 3 ay ərzində hansı tarixdə başlayıb, hansı tarixdə bitəcəyini yazırsınız zaten orada. Həmən tarixdə bitirməlisiniz. Yox, əgər 5 aylıq yazmısınızsa, 5 ay ərzində bitirəcəksiniz. İcra da eləyəcəksiniz. Onu nəzərə almalısınız ki, son bir aya təlim və ya fəaliyyət yazmayacaqsınız. Ən az 15 gün, ya 20 gün, bir aya. Ki, o həmən dövrdə hesabat işləri gedəcək. Hesabatları yükləyəcəksiniz sayta və s. işlər görəcəksiniz. Aydındır. Çox sağ olun. Buyurun. Buyurun, Afiq müəllim. Yoxsa həll olmayıb məsələ. Həll olmayıbsa, mətn kimi də yaza bilərsiniz. Mən mətnlərə, suallara cavab verim. Slayd hərəkət etmir, onu artıq keçib. Layihə kömək edərsiniz. Bəli, bizim WhatsApp qrupu var. Hər biriniz, elə biləm ki, orada olmayanlar olsa, əlavə edirəm. WhatsApp qrupundan bizə müraciət edə bilərsiniz. Layihə yazılmasında fərdi olaraq komanda fəaliyyətləri də var. Biz komanda olaraq da dəstək ola bilərik ki, sizin layihəniz var, ona dəstək olaq, düzəliş eləyək və yaxud da ki, konsultasiya ola bilər ki, sizin üçün şəxsi olaraq, fərdi olaraq bir təlim keçək, sizinlə birlikdə sizin layihəni müzakirə eləyək və onu layihə halına salaq. O da ola bilər ki, məsələn, komanda var ki, sizi yönləndirək həmən komandaya, onlar hazırdır, layihələri də var və yaxud da ki, yəni sizin layihə üzərində işləyə bilirlər. Komandada mühasibləri var, ekspertləri var, təlimçiləri var hər növdə. Onlar sizə dəstək ola bilərlər o cürdə. Layihə bir neçə məktəbi əhatə edə bilərim? Bəli. Mən bu layihəni hal-hazırda icra edirəm, bitmək üzrədir. Öz qonşu 3 məktəbimi əhatə edib, Masallı İstimçilər klubu. O klub bütün masalını əhatə edəcək. Sadəcə olaraq hazırda 3 məktəblə başlamışıq ki, büdcə də aşmasın, məkan da genişlənməklə çətinləşməsin layihə. Onun üçün də 3 məktəblə başlamışıq. 3 məktəbdən 20 şagird seçmişik. Onlara sistem təlimi keçirik. Aparatlar gətirmişik. Təlimçi gəlib, onlara sistem təlimləri keçib. 3 ay ərzində təlimlər bitib. Artıq sistem mərkəzinə də getmişik. İndi onun hesabatını veririk.
Yəni siz də 3 məktəb üzrə, 5 məktəb üzrə də layihə yaza bilərsiniz. Amma nə qədər genişləndirsiniz, büdcə də artacaq və biraz onun şansı azalacaq. Layihəni keçmə şansı. Çalışın bir məktəb üçün yazın və ya 2-3 məktəb üçün. Çox böyütməyin məsələni. Başqa sual olan varmı? Heç kəsin sualı yoxdursa, biz yekunlaşdıraq. Başqa kiməsə dəstəyə ehtiyac olarsa bildirər qrupdan və yaxud da ki, fərdi olaraq biz ona dəstək olmağa inşallah ki, dəstək olacaq. Bu ilin mövzuları hansılardır? Bəs mənim bu illərin mövzularını mən göstərdim də slaytda. Ekran görünürmü? Ekran paylaşmışam. O görünürmü, yoxsa görünmür? Bəli, görünür. Bu dəqiqə mövzular göstərirəm. Mövzular görünür. Bəli. Baxın, birinci onlayn platform vasitə tətbiqlərdir. Birinci. Mən sayta daxil olacaqdım. Saytda göstərim sizə elə. Sayt görünür də elə deyil. Hər kəsdə grants.edu.az saytıdır. Burada 9-cu müsabiqəni seçirik. Burada istiqamətlər hamısı var burada. Baxın, birinci istiqamət demək, onlayn platforma tətbiqləməsini öyrənməsi. İkinci istiqamət təhsil alanın fiziki inkişafı. Müxtəlif məzmunlu intellektual müsabiqənin hazırlanması. 4. Həyat bacarıqlarının inkişaf etdirilməsi. 5. Təhsil verənlərin peşəkar inkişafı. 6. Məktəb göstəricilərinin yüksəldilməsi. Bu istiqamətlər üzrə bu illəri verə bilərsiniz. Mən düz açdımsa, budur. Bu istiqamətlər üzrə siz layihə təqdim edə bilərsiniz. Burada digər şərtlərdə qeyd edilib. Uyğunluq 5 bal, layihə müsabiqəsi prioritet istiqamətindən uyğunluğu və layihə komponentə daxil bəhthə təşkil edilməlidir. Orijinallığı analoji layihənin əvvəlki və cari müsabiqədə təqdim edilməməsi. Problemin vacibliyi. Problem müsabiqənin prioritet istiqamətləri ilə bağlı olmalıdır və onun etibarlı mənbələr əsaslandırılması və benefisiarlar üçün aktuallığı. Məqsəd, vəzifə və gözlənilən nəticələrin hesabla müsabiqənin prioritet istiqamətlərinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü, problemin həllinə yönəlməsi və gözlənilən nəticələrin ölçülə bilən olması. Sonra faydalı layihə icrası müsabiqənin prioritet istiqamətləri üzrə benefisiyaların töhfəsi, qazanılan müsabiqə təcrübənin davam etmə metodologiyası, onun təşkilatı və maliyyə komponentlərinin dayanıqlılığı daha doğrusu. Fəaliyyət planındakı burada fəaliyyətlər planı necə olacaq? Monitorinq necə qiymətləndirəcəksiniz? Maliyyədəki pulu necə bölüşdürəcəksiniz? Necə çatdıracaqsınız? Qrant qazanan layihə müəyyənləşdirilməsi. Onlar necə müəyyənləşdirilir ki, qrant qazanacaq və ya qazandan sonra necə bəlli edəcəklər, o barədə məlumat verir. Burada istiqamətlər var. Ola bilsin ki, mən slaytda keçsəm, yox, hələ bu məlumatlar olmalı idi. Bu sayta daxil olub, grants.edu.az saytına. Buradan tanış ola bilərsiniz istiqamətləri. Və hər bir layihə yazan müəllimin vöyünü olmalıdır. Bizim bir təlimimiz də var. Fərman müəllimlə birlikdə. Fərman müəllim sizə daha geniş 6 saata təlim keçə bilir 4 dəfəyə. Hər biri 1 saat yarım olmaqla. Siz həmən 6 saat ərzində öz layihənizi tam olaraq yazırsınız. Belə deyək, 10 nəfər ya 5 nəfər qoşulur təlimə. Hər gün birinci gün taki izah olundu, ikinci gün icra edib gətirdilər onlayn olaraq. Onu müzakirə edirlər. Üçüncü gün o düzəlişlər olunub, hazırlanır. Dördüncü gündəki həmən layihələr təqdim olunur artıq sayta və sizin işiniz bitir. 6 saata siz layihəni təqdim edə bilərsiniz. Əgər ideyanız varsa, belə deyim. Mən burada ümumi olaraq məlumatlar verdim sizə. Saytı təqdim elədim və inşallah ki, sizə bu marağı artırdım, motivasiya verdim ki, siz qrant müsabiqədə iştirak edəsiniz. Amma digər dəstək üçün də bunun üçün peşəkarlar var. Onlara müraciət edə bilərik. Ehtiyac varsa mənə müraciət edəcəksiniz, mən sizə yönləndirə bilərəm. Və özüm də sizə necə dəstək ola bilərəmsə, o cürdə dəstək olmağa çalışacağam. 1.9 milyon azın ayrılıb. Üzrlü sayın, mən tarixi gec qoymuşam, o keçən ilki tarixi idi. 10 aprelə qədər vaxt verilib.
Burada yazılıb. Martın 4-dən bu il başladı. Deyirəm, gec başladı bu il. 10 aprelə qədər vaxt verilir bizə. 10 aprel son tarixdir. Ondan sonra artıq işləmə olmaz. Və keçən il 2 milyon idi. Bu il 1,9 milyon ayrılıb. Belə. Qaranlıq qalan məqam varsa və ya sualınız varsa bildirə bilərsiniz. Yoxdursa yekunlaşdıraq təlimi. Hər kəsə uğurlar olsun. Hər hansı bir dəstəyə ehtiyac olacaqsa mənə bildirə bilərsiniz. Komandaya, qrupa bildirə bilərsiniz. Və ya bir formada bu sahədə çalışan şəxslərdən işləyə bilərsiniz, soruşa bilərsiniz, maraqlanın. Amma mütləq bir layihə yazın. Layihə düşünün ki, sizin məktəbinizə 3 layihə gəlsə, hər biri 8.000, 6.000 manat olsa, təxminən 20.000 manatlıq məktəbinizə avadanlıq gələcək. Bu da şagirdlər üçün də sizin üçün də uğurlu bir layihə olacaq. Yəni, uğurlu bir iş fəaliyyət olacaq. Məsələn, mənim bir layihəm var idi. Coğrafiya meydançası. Bu layihə üzrə biz məktəbə düzdür onu təqdim eləmədim, amma hazırlamışdım. Başqa bir layihə verdim deyə qaldı yarıda. Və məktəbimi dəyişdim deyə qaldı. İşləyə bilmədim layihənin üzərində, amma layihə demək ki, hazırdır. Orada biz coğrafiya dərsliklərində olan bütün avadanlıqlarının siyahısını çıxartdıq, qiymətlərini ölçdük və təqdim elədik ki, biz belə bir otaq qurmaq istəyirik öz məktəbimizdə, şagirdlərin coğrafiya fənninə və ya təbiət fənninə belə deyim, marağını artırmaqdan ötürü keçilən bütün dərslərdə olan cihazlar, ləvazimatlar ki var, onlar bizim əlimizin altında olsa, biz o dərsi keçəndə uşaqlara onu təqdim edib göstərə bilsək, uşaqlar üçün həm maraqlı olacaq, şagirdlər üçün həm də bu fəndə marağı artacaq, həm də daha maraqlı dərslər keçəcəyik və onların təlim nəticələri də artacaq nəticədə. Bunu əsaslandırıb bilsək, o layihəni verə bilərik. Çox sadə və uğurlu layihədir əslində. Amma nəzərə alın ki, bu kimi layihəni başqaları da verəcək. Siz onu biraz fərdiləşdirin, özünküləşdirin. Başqa da bu illəri birisi də süni intellekt dövrüdür, vaxtı, zamanıdır. Ondan layihələr çox keçəcək. STEAM hər zaman aktual olan məsələdir. STEAM layihələri. Daha sonra bu kimi layihələr yaza bilərsiniz. Yəni, xarici dillə bağlı, ingilis dilini öyrənməsi ilə bağlı və s. kimi layihələr uğurlu layihələr hesab olunur. Bayaq da deyim, maliyyə hesabatlılığı və ya startaplar, sahibkarlıqla bağlı layihələr uğurlu layihələrdir, rahatlıqla keçərli olur və rahat həyata keçirilə bilir. Ən ağır layihələrdən biri valideynlər üzərində olan layihədir. Bizim bir layihəmiz valideyn məktəbidir. O layihə çox ağır keçir. Onu yazanda biz bilirik ağır olacaq. Nəyə görə? Çünki valideyni məktəbə cəlb etmək özü də bir risk çətin olur. Valideyn gəlib dərsdə oturmur, məktəbdə oturmaq istəməz. Ta ki 10 dəfə, 5 dəfə, həftədə bir dəfə, həftədə 2 dəfə belə. Onun üçün də o biraz çətin ola bilər. Amma şagirdləri cəlb etmək çox rahatdır və marağında da olur şagirdlərin. Valideynin işi ola bilər, gəlməyə bilir və ya s. O biraz çətin ola bilər. Amma şagirdlər üçün çox uğurlu. Amma əlbəttə ki, mən düşünürəm ki, faydalılığına görə valideyn məktəbi layihəsi çox faydalı bir layihədir və bu günə qədər bəlkə də yazdığımız layihənin ən uğurlu layihələrindən biridir ki, çox faydalı oldu. Həqiqətən valideynlər özləri geri dönüşlərindən də bilinir. Çox uğurlu layihədir. Amma çətinliyə görə bəli çətin layihədir. Çünki onu həyata keçirmək çox ağır başa gəlir. Çətin olur. Belə, sual varmı? Yoxdur. Yoxdursa, təşəkkür edirəm qoşulduğunuz üçün, minnətdaram suallarınıza görə də. Sağ olun, görüşənədək. Çox sağ olun, təşəkkür edirəm vaxtlarınızdan. Sağ olun.